Salam aleykum, hamını yeni taksi vlogundan salamlayıram. Bu günləri iyun ayının biridir. Həftənin bazar gündür və bu günlər bildiyiniz kimi uşaqların bayramıdır. Və bu günləri böyük ehtimal ki, yaxşı iş olmalıdır. İşə başlayırıq. Demək, bayaqdan açmışam. Artıq bu üçüncü sifarişdir ki, gəlir. Elə mən ünvana, qiymətə baxana kimi ümumi 4 saniyə vaxtımız olursa, onun 1 saniyə, 2 saniyə baxan kimi sifariş üstümdən çıxır. Yazılır ki, zakaz был принят другим водителем. Yəni ki, sifariş digər sözü tərəfindən qəbul olundu. Baxın. 1, 2, 3. Gözləyə görə necə olur? Keçənləri səhv eləmirəmsə iş bundan daha yaxşı idi. Yəni bütünlü günü demək olar ki, iyun ayının biri ərazilər qıpqırmızı olurdu, amma Bakı ərazisində məncə maksimum 1.3 əmsaldır. İndi olduğumuz yer, bura 1.1-dir, 1.2, 1.3. Bu Sədərək tərəf, biraz Xırdalan tərəfdə 1.3 əmsal var. Düşünürəm, ola bilər ki, bu axşam artsın. Restoranlara falan getmə olanda daha çox əmsal olur və yəqin ki, axşam bir də 11-12 üçün yəqin ki, güclü əmsal olar. Ümumiyyətlə də belə təxminən avqust ayına kimi işlər yaxşı olacaq. Avqust kimə ki, avqust işləməyib, bilmir. Amma ən azından bir il, keçən illər avqust ayını görənlər bilir mən nədən danışıram. Yəni bu illərdir belədir. Mən 2019-dan işləyirəm. 2019-dan da öncələrdən, yəni mənim rəhmətli xalam əri taksi işləyirdi. O deyirdi ki, avqust, yanvar, fevral ömür billah iş olmur. Bir də ən çox bizdə Azərbaycanda təsir edən Ramazan ayıdır. O da böyük təsir eləyəcək, amma iyun ayı üçün çalışın. Avqust ayını özünüz üçün pakrivat eləyin. Yəni kimin ki maşınları kreditdədir falan, çalışın avqust ayının pulun iyul ərzində yığıb düzəldəsiniz. Çünki işlər zəif olacaq. Əmsal üzü demək olar ki, görməyəcəyik. Çünki çox adam istirahətə, rayonlara falan gedir. Məktəb olmur, universitet olmur. O yüzden zəifçilik olur. Yəni bu tək Azərbaycanda deyil, dünyanın bir çox yerlərində də belədir. Belə girişi çox uzatmaq istəmirəm. İndi inşallah ilk sifarişimizi qəbul eləyərik və sifarişlərimizin arasında ara sıra bəzi məlumatları da ötürərəm. Biraz da dərdləşərik. Görək başımıza nə gəlir. Bu arada saat 14:39-dur. Təxminən bir 10 dəqiqə olar xəttə daxil olmuşam və səhər də bura gələnə kimi, evdən bura gələnə kimi də açıq qoymuşdum. Amma ki, sifariş qəbul edə bilmədim. Bu arada qəbul etmə faizim də 96-96-yadır. Bunu da indi görürəm. Sabaha 10 gedişə 10 azayın verir. Bir də bilməm, xəbərim yoxdur. Yazarsınız rəylərdə. Görək bu 2 iyunda qeyri-iş günüdür yəqin. Ona görə əmsal verilib. Yoxsa iş günüdür. Mən bilmirəm. Demək, 2 sifariş idi. Götürdüm bunu. Bundan öncə bir dənə də sifariş gəldi. İndi də onu çəkmədim. Yenə də sifarişə baxana qədər üstündən 1 saniyə keçir. Sifariş gəlir. Təzədən başqa sürücü tərəfindən qəbul oldu da bunu bastım, qəbul elədim. Ondan sonra sizə göstərdim ki, indi bu da aradan getməsin. Bilməm, bu günlərin nə xəbərdirsə, yəni özgə vaxtı istəməzsən bir sifarişi gözləyərsən, axıra kimi götürməyim heç. Qalmaz ya faizli salar, ya da qalıb məcbur götürərsən, getmək istəməzsən. Amma bu günlərin nəsə tərslik var. Nəsə əl-qərəz belə sifarişimiz demək, dəniz moladır. Ödəniş səhv eləmirəmsə kartla idi. Gedə inşallah dəniz mola tərəf. Bilməm, dəniz mola tərəf girmək olacaq, olmayacaq. Və ola da bilər ki, dəniz molun girişini bağlayıblar.
Demək, qiymət 5.20 idi, ödəniş kartla idi. Dediyim kimi. Bilirdim belə olacaq. Onsuz dəniz malının girişini bağlayıblar. Qarşı tərəfdən gələn yolda, bayıl tərəfdən gələn yolda avtomatik olub tıxac. Biraz qızarmış göstərmir, amma buradan baxsaq görə bilərsiniz. Gələn yolda probkadır. Və müştəri də uşaqla idi, ailə idi. Sağ olsun bir adamlar. Deyirsən sözü başa düşür, yəni. Beyni ilə fikirləşir, başa düşür ki, bəli, bu mənim də xeyrimədir. Dedim, buradan yol bağlıdır. Qarşı tərəfdən fırlanıb qayıtmaq həm uzundur, həm də vaxt aparacaq. Dedi, okey. Düşərik burada. Dedim, buradan düş, piyada keçidiylə keç. Get. Bu yol belə tıxac olur. Mənim dayandığım yerdə sağa çəkib saxlaya bilirsiniz. Orada da piyada keçidi var. Müştəriyə normal qaydada izah eləyin ki, buradan get. İndi hələ bu uşaqla idi, yəni demirəm, indi qoca, axsaq, invalidi düşürtmək olar. Amma ki, düşürtmək lazımdır. Növbəti sifarişimiz 20 yanvara. Komfort, qiymət də biabırçılıq. 5 manat 50 qəpik. Gedək bu sifarişimizi də icra eləyək. İnşallah davam edərik. Qiymət 5 manat. Ödəniş nağd idi. Adamın qətiyyən işləməyə gəlmirdi. Yəni ikinci sifarişdir. 27 kilometr şəhərin içində maşın sürmüşəm. Mənim bütün əsəblərim korlanıb. Quranan da olsun. Vallahi Bakı şəhərində nə bilim, nə qədər gərək vetsiz, qulaq almayasan, mahnını qoyasan, güzgüləri qattalayasan, güzgülərdən istifadə eləməyib maşın sürəsən, belə dünya aləm heç nəyə də vecib olmayasan. Yəni bu şəkildə maşını nə qədər istəyən sürmək olar. Yəni mən dönən momenti sifariş ver. Çox sağ ol. Valla bir dənə maşın düşdü mənim arxamca. Bas svetofordur. Siqnal dit. İnsan yox, heyvan nə qədər sual bu qədər siqnal vermək olar. Allaha qurban olum. Valla bunu nəyə görə deyirəm? Mən bütün videolarda reallığı çatdırmağa çalışıram. Yəni bu hadisə dönənləri bizim WhatsApp qrupunda bir uşaq var. Deyir, mən motosikl sürürəm, çatdırılmada işləyirəm. Qardaşlar, qabaqdan yay gəlir, istidir. Şeydə işləmək istəyirəm. Bura niyə girdim? Taksidə işləmək istəyirəm. Hamı da ona deyir ki, qardaş işləmədə, yol, tıxac, probka, dayanma, durma, bütün əsəblərin korlanacaq, işləyə bilməyəcəksən. Ondan sonra 10 manat, 15 manat aşağısına işləyirsənsə, işdə yəni bitər yola ver. Yəni taksi elə bilsən, elə maşında otursan yaxşıdır, yaxşı deyil. Valla baba, belə şeylər adamı bütün taksidən soyudur. Yəni heç adamın işləməyə gəlmir. Şəhərin içərisində bilmirəm, o şeylər, gündəlik planı işləyənlər, 20-25, nə bilim 30 gediş işləyən, sunmaya işləyənlər necə işləyirlər? Allah mənə çatmır. Ya doğrudan da vetsiz adamlardır. Ya da ki, nə bilim, mən yolun ortasında maşın saxladım, parkovka elədim, düşdüm, getdim onun üstünə ki, o qədər siqnal nəyə versən? Özü də bilmir. Deyir, qabağım boş idi. Deyirəm, qabağım boş idi. Mən görürsən ki, qabaq svetofordur. Evi ki, mən İzmirlə Tbilisi prospektinin kəsişməsində. Orada o mənə siqnal verir ki, get qabaqda dur, yolu kəs. Daha doğrusu mən də səndən bir yerdə. Qabaqda maşınlar dayanıb ha. Yəni sola dönə bilmirlər Tbilisi. Yəni siqnalın mənası odur ki, mən eşşəyəm, üzü istəyirəm, sən də mənə qoşul, eşşək ol, gedək qabaqda yol dayanaq, yolu kəsək. Ki tıxac yaransın Bakı şəhərində. Deyirəm, o qədər siqnal niyə? Deyir, qabağım boş idi. Dedim, qabağım boş idi. Qabağım görsən ki, mən keçən kimi yol kəsirim də. Yəni bir maşınlıq, iki maşınlıq yer saxlamışam ki, Tbilisidən gəlib üzü şəhərə gedənlər rahat çıxıb gedə bilsinlər. Ged otu maşınımı sür. Dedim, yəni mənə göstəriş verməyə, ged otu maşınımı sür deyəndə ki, yəni sən dedin demədim, mən maşınımı sürüb gedəcəm. Dedim, gördüm bu eşşəkdir də. Özü düşdüm, getdim, baxdım, gördüm nə bir 45-50 yaşı var. Bu adam
bu heyvan o da ailə saxlayır falan. Yəni belələri nə bilim ancaq çəkib paylaşasan, verəsən ora bura şikayət. Belələri düzələndir. Vallahi. Adamı da bütün işdən də soydurlar, maşın sürməkdən də soydurlar, insanlıqdan da soydurlar. Yəni adam qətiyyən maşın sürmək istəmirdi. Nəinki hələ bu əsəblə, bu stresslə çıxasan taksidə maşın sürəsən. Ki o 2 qat stressdir. Burada saxlama, orada durma, burada dayanma. Deyim, məsələn, maşın saxlamağa yer yoxdur. Bir taksi dayanacağı yoxdur. Ayına bir ucudan 78 dənə tələb qoyub, başda təzə maşın olmaqla, amma özü nə, heç nə. Yəni taksinin inkişafı üçün bir dənə bir şey deyin, göstərin görək nə var, nə yaxşı şey var taksi sürücüsü üçün, heç nə. Yəni birisi siz deyin, rəylərdə bir ikisini yazın ki, deyək ki, buna mən fikir verməmişdim, sən demə bu var imiş. Yoxdur. Yəni bilirəm ki, belə bir rəydə gəlməyəcək. Nəsə, Allah şeytan lənət eləsin. Bu video çıxıbsa, demək ki, mən biraz səbir tapıb özümdə işləyə bilmişəm. Demək, daha bir sifarişimiz gəldi. Elə o gəldim bura kimi, mən o siqnalına dözdüm. Burada düşmüşdüm maşından. Bax, həmən o danışdığım yer burada. Gözlüyün göstərəcəm. Sifarişimiz də ki, gəlib neft, kimya, nə bilim, nə isə Azadlıq prospektində, indi ora gedəcək. Düz bu kəsişmədədir. Oradan sola dönməliyik. Oradan İzmir küçəsindən gəlirəm. Göstərəcəm sizə. Mən də işləmişəm bir həftə. Demək, Aziya tərəf gəldi. Qiymət 4.30 endirimlə. Müştəri 5 manat ödənişdədir. İndi növbəti sifariş götürmüşə görə indi mən götürə biləcək bu müştərini yoxsa yox. Gedirəm. Ümumiyyətlə çalışın müştəriləri götürə bilirsinizsə, yəni kamera təhlükəsinin bir damcısı belə varsa, yəni sürün çıxın gedin. Yəni ondan sizə xeyir gəlməyəcək, nə də heç bir müştəri gətirib sizin əvəzinizə cərimə ödəyən deyil. Yəni müştərilərin 99%-nin heç vecinədir ki, yəni siz cərimə olursunuz, olmursunuz, harda saxlaya bilərsiniz, harda saxlaya bilməzsiniz. Yəni bəziləri soruşur, bilir, indi onun yəqin ki, ya evində maşını var, ya özü maşın sürəndə, ya ailəsində taksimi var, bilmirəm, hardansa eşidirlər, bilirlər, bu məsələlərdən xəbərdardırlar və anlayışla qarşılayırlar. Sifariş görürsünüz, solda dayanma durma qadağandır, sağda da avtobus zolağı var. Burada sürüb çıxıb gedirsiniz. Və yerində vurandan sonra da bildirişlərdə ostanovka nevazможно, yəni dayanma durma qadağandır vurursunuz. Sürüb çıxıb gedirsiniz. İndi imkanınız varsa zəng vurun. İmkanınız yoxdursa bir münasib bir yer tapıb saxlayıb sonra zəng vura bilərsiniz. Növbəti sifarişimiz gəldi Xaqani küçəsindən. Yenə də dənizmə oldu. Amma bu dəfə öncədən zəng vurub demək lazımdır müştəri. Buradadır ki elə. Müştəriyə öncədən bildirmək lazımdır. İndi əlaqə saxlayaq, deyək müştəriyə ki, bəs girişi bağlıdır. Piyada keçidində saxlayacağım. Uyğundursa gəlsin, uyğun deyilsə sifarişi yenidən versin. Yenə həmişəki qaydada müştərini burada düşürtdük. Məndən qabaq da bu fənni bilən var imiş. Bu da bu qardaşdır, səhv eləmirəmsə. Taksi sürücüsüydü. Müştərini gəlib burada ayaqla qarşılayır dənizmanın qabağında. Belə qiymət 4.70 idi. Ödəniş nağd idi. Müştəri də sağ olsun 5 manat ödəniş ödədi. Belə vəziyyət şəhərdə biraz da pistəşə gedir. Növbəti sifarişimizi götürdük.
Bayaldan gedir, səhv eləmirəmsə Nizam metrosunun yuxarı tərəflərinə. Nəzə 1 kilometr belə yaxın idi, amma radiusdan kənar yazmışdı. Özgə vaxtı 4 kilometrdən sifariş verib məcburi sənə götürdürür sifarişi. Bu tərəfində tıxacını görə bilərsiniz. Bayraq meydanına gəlib çıxıb. Belə şəhərdə isə tıxac yavaş-yavaş artır, artmaqda davam edir. O mərkəzə qaçma, mərkəzə gəlmə sindromu Bakıda da işləyir. Çox gözəl. Cəmaət getməyə başqa bir yer bilmir və yaxud da istəmir, bilmirəm. Amma mərkəzə gəlir, o yüzden də tıxac artır. Demək, qiymət 6.70 idi. Gəldik Tbilisidəki Walmartın arxasına. Mən nəyəsə səhv saldım. Burada sifarişim var da, atmayana kliyentim. Почему? Düz elə buradan da Nizami küçəsindən mərkəzə tərəf gedən var idi. Niyəsə imtina verdi. Artıq əmsallar yavaş-yavaş artır. Belə başa düşdüm ki, sifariş axşama doğru daha çox olacaq. İndi yəqin ki, hava istidir, çox adam çölə çıxmır. Qiymətlər artıq normallaşır. Yəni minimum 5 manat neçə qəpik, 6 manat və üzü yuxarı yazmağa başlayıb artıq. Çünki əmsal səhv eləmirəmsə burada 1.3'dür. 1.4. İndi 3 ilə də gələ bilər. Maksimal 1.4'dür. Sifarişimiz gəldi. Gedib sifarişi icra eləyək. İndi baxıram ki, biz sizə bu tıxac vaxtı, əmsə olan vaxtı Yango Boltdan daha çox yazır. Açdım, baxdım, bütün istiqamətləri yoxladım. Biraz yaxın, biraz uzaq. Gəncliyə, elmlərə, Vasmoya, hər tərəfə vurdum buradan. Hərəsi bir tərəfdə də hərəsi bir məsafə olan yerlərdə gördüm ki, qiymətlər yaxşıdır. Yəni Boltun 6 manat yazdığı yerdə o minimum 9 manat pul yazırmış. Mənim səhərdən xəbərim yoxdur. İndi Yangonun da Comfort Plus'un yazacağım. Planşetdə silmişdim. Çünki üst tanımaya görə işləmir, bezdirir. Üst tanımadan telefonda keçirsən, qayıdırsan yoxlamağa, yenə də üst tanıma istəyir. Ona görə silmişdim. Həm də ki, işləmirdim. Ümumi olaraq da işləmirəm. Zaten keçən taksi vlogunda sizə göstərmişdim. Yəni mən aylıq təxminən 80-90 gediş eləyərəm, ya eləmərəm. Yəni summa olaraq 400, 450, 420, 460 bu civarda fırlanır. Qazancım bu da təxmin elə 80-90 gediş eləyər uzağa. Belə indi Yango Pro'nu bir də yoxlayacağım. Görüm planşetdə işləyirmi yoxsa yox. İnanmıram işləsin. Yango'ya yazmaqdan yoruldum ki, eyni adamam, planşetdə, yəni ancaq bot cavab verir. Onlara da heç nə baş salmaq olmur. Gəldim Marriott Otelin böyrünə. Müştərini düşürtdük. Və ödəniş kartla idi. 5.70. Və əmsalların hamısı qıraqdadır. Elə qiymətlərə də baxdım ki, mərkəzdə qiymətlər aşağı yuxarı eynidir. İndi biraz qıraqlara çıxa bilsək, gördüyünüz kimi, yəni şəhərdən azca kənar bu Yasamal özü Xırdalına doğru və həmçində bu tərəflər Suraxanı, Zığ tərəf, aeroport tərəf, hər yer əmsaldır. Yavaş-yavaş da əmsallar qalxa-qalxa gedir, amma hamı şəhərin mərkəzinə gəlir deyə. Bu günlər həm də toylar da var. Bazar gündür, 1 iyundur deyə. Vəziyyət yəni belədir.
düz keçərəm, soldan verər sifarişi. Səhv elədim. Gəlin mən də sola dönərdim. İndi burada çalan vaxt titrəcəm əslində. Belə Qara Qarayev 96 ödəniş kartlandı. Bilməm. Xalqlara tərəf düşür yoxsa neftçilər. Neftçilərdən üzü bazar tərəf. Heç nə gedək sifarişimizi icra edək. Valla şərəfsiz, harda başdan xarab. 14-6 ulduz olmağından gələ bilərdim mən. Gəlib çatanda görmüşəm ki, bu adam 4.6'da ulduzu. Yəqin ki, bu belə baş xarablıqlarına görədir. Maşının içərisində ətri var. Deep Fresh'dən ətir alıb qoymuşam maşına. Heç bunların nəslində bəlkə dədəsində olan maşınlarda ətir olmayıb. Deyir maşından iyi gəlir, maşından iyi gələ bilməz dedi. Pəncərəni aşağı salmaq istəyirəm. Maşında kondisioner alır. Mən şey aça bilmərəm. Pəncərəni aça bilmərəm. Özdə bu günləri 5 dənə sifariş yaparmışam. İkisi ya üçü. İkisi nəqdə bu biri idi. Bir yaşlı götürdüyüm qadın idi. Bir də başqası. Mənə deyir ki, şeyi söndür. Kondisioneri söndür. Hamı da tərsinədir. Cəmaat kondisioneri maşın tapa bilmir. Mənim maşınıma oturan müştərilər deyir ki, şeyi söndürün, kondisioneri söndürün. Bu da onlardan biri. Dedim olmaz. Söndürə bilmərəm. Dedim uyğun bir yerdə saxlayacağım. Təzədən verərsiniz sifarişi. Müştərinin istəyindən asılı deyil ki. Dedim xeyr, müştərinin istəyindən asılı deyil. Maşın mənimdir. Onda mən düşürəm. Düşdüm, maşında çırpdı. İndi dədəsi bunun nazını çəkmir. Nə bilim, yoldaşı olsa bilmirəm, bəlkə də belə eləməz. Tərbiyə yox, qanacaq yox, mərifət yox. Bu harda pozğun, başdan xarab adamlar var, bu mənə gəlib tapır. Maşın düşdü, qapının nətər çırpdı, elə bir ki, dədəsindən əl-bəl pul alıb gedib bu maşını almışam. Buna da tapşırıblar ki, mənim balam, get kef elə, maşına aç, qapısını vur, çırp, mən almışam maşını, kef elə. Ya buna belə öyrədiblər, yəni taksidə düşdün, vurdun, xoşfa gəlmədi, nazvı çəkmədi, qapısını vur, düş. Yəni bu belə nəsiyyət veriblər bunlara. Nəsə, növbəti sifarişim gəldi, Yayduk tipi. Buradan durub sifariş verirlər. Görürsən ki, bura girmək olmuş. Ehtimal, girmək istəmirəm heç bura. Bu altı bazarda bu şeyin Targovun bağlanması. Yəqin ki, bir dənə Targovda qalanların xeyrinədir. Bu da bu bir də maşınla bunun elədiyi iş eləyib. Sağ ol. Valla çox olduqca çətindir taksidə işləmək. Yeni işləmək istəyənlər bu videoya baxırsınızsa, əgər siz taksidə işləmirsinizsə, yəni qətiyyən baş qoşmayın. Yəni qıraqdan bilmirəm necə görsənir. Yəni adi bu bir dənə maşındır da, gəlir burada bir tikə yer var. Bu görürsünüz, balaca yer var. Yarım metrəlik yer var. Eşikə boydan maşından soxurlar ki, nə var bir maşın qabağa düşəcəklər deyə ürəyiniz istəyən hərəkət eləyərlər Bakıda ki, bir 70% sürücü. Nə ürəyiniz istəyir eləyərlər, yəni. Özüməm, lübboy şərəfsizliyi, lübboy mədəniyyətsizliyi, tərbiyəsizliyi bir maşın qabağa düşmək üçün və yaxud da nəsə üçün, yəni kiçik bir şeyə də, yəni bu boydan bir manata da görə özlərini məsələn söydürən bəzi sürücülər var. Valla yavaş-yavaş səbirsizlənirəm. 2-3 dənə normal müştəri aparsan, yenə ortada biri çıxır göbələk kimi, yenə adam bütün əsəblərini körlüyür. Yenə 2 dənə müştəri indi normal aparmaram. Ya da ikisi bir yerdə, həm yolda əsəbləşsən, həm müştəri ilə əsəbləşsən. Və buna nə deyəsən məsəl üçün, görürsən, saldı mənim probkaya, yəni bunu el aləm hamı bilir. Bu günləri bu adam bura gəlib, indi də taksi ilə çıxır da, yəni əzbər bilir ki, bura bir dənə cəmi yol var, bircə dənə yol var.
O da əlbəttə ki, Targovaya girişdi deyə tıxac olmalıydı. Bax, soxdu mən bura. Sonra nə vecinə, yəni orada qalan mənəm də, o deyil ki, düzdür. Götürdüyüm imtinasını da verdi rahat. Öncəki müştəri nətər başımı xarab eləmişdisə, bunun nömrəsini də götürməmişdim. Keç onu sizə zəng vurum, itin sözünü deyim. Bax, özümə gəlim. Bu problem dalıcı, bax. Seri Balaxanaya getdi, sən öl. Şəhərdən nə qədər uzaq düşdü, o qədər yaxşıdır. 12 manat yazıb ödəniş. Çıxıb gedək. Yəqin ki, o tərəflərdə də əmsal güclü olar. Oradan daha bir normal sifariş götürərik. Heydər Əliyev prospektində olan təzərələr. Demək, gəldik bu zavodun yanına, təmiz şəhər. Qiymət 12 manat idi. Ödənişdən nağd idi. Görün nə gözəl yerdəyim. Ancaq məndən çıxardı belə şeylər. Bir buralar ağdı, bir də bizim ev tərəf olacaq bu. Windham Garden. Koroğlu tərəf niyəsə. Belə xəritədə gördüyünüz kimi qırmızılıq biraz azaldı. Gəlin aylar sonra Uberimizi də qoşaq bəlkə. Bunun səsi çıxdı. Yəqin ki, biraz Balaxanaya tərəf gedərəm, çünki burada durmağın bir mənası yoxdur. Buradan zavoddur. Gəldim, Lukoil'dan zapravka elədim. Bu arada bilmirsiniz, hansı kart yüksək cashback verir. Ay bu ay dəyişilən yox, standart. Məsələn, mən Rabitə Bankı istifadə edirdim. Qabaq 5 idi, sonra keçən aydan oldu 3. İndi bu aydan baxıram olub 2%. Cəmi 2%, 50 manatlıq benzin vursan 1 manat cəmi şey gəlir. Başqa heç olmasa bir 3-5% olan bir kart bilən varsa, zəhmət olmasa rəylərdə yazar. İstifadə eləyək. Həm mənə, həm digərlərinə faydalı olmuş olsun. Bu arada indi bir dənə sifariş gəldi Uber'də. Mən küçə adın yadıma salana kimi xəritəyə baxmıram. Sifariş üstümdən çıxandan sonra gündə də bunu yeniləyirlər. Adam heç nəyi tapa bilmir. Qabaq asanlı idi, elə biləm. Gün-gündən çətinləşirəm. Mən istifadə eləmirəm deyə bu yenilikləri buraxıram. İndi bu sifariş hara getdi? Nə bilim, ay qardaş, hara getdi? Bilə bilmədim. Murtuza Muxtarov yazdı. Səndə mən Sibiris tərəfi imiş. Orada da Murtuza Muxtarov var idi. 31 kilometr Dalniya Poyezdka buraxdım əldən. Məncə Sibirizə getməyə dəyərdi. Hava qaralana yaxın. Təxminən o tərəflərdə də Nardaran da yəqin ki. Pirşağıdır. Sibiris Circus. Kakras. Orada da nəsə əmsal var imiş. Heç sən səhv elədim. 2 dənə Dalniya gedib qayıtsaydım. Baxmaq 5-6 manat, 4 manatlıq sifarişlər aparmaqdan 1000 dəfə yaxşıdır. Sizlə Balaxandayım. Burada açıq bir 2 dənə sifariş gəldi. İnan getmək istəmədim. Özüm imtina verdim. Biraz aralıyam deyə buradan Balaxanın içərisindən verəndə radiusdan kənar olur deyə baxıb seçim eləmək olur. Biri elə Balaxandan Balaxanıya idi. Yoxsa Zabrat idi, bilmədim. Yaxın bir məsafəyə idi. Sonra biri də gəldi Elux'a. O da Neftçilər tərəfdəki olan şadlıq evlərdir. O sifarişdə imtina elədim. Amma
Sibirizi imtina elədiyimə görə çox peşmanam. Daha bir sifariş gəldi açığı. Başa düşmədim hansı tərəfə gedirik. Bura haradır? Eşən Mehdiyev sabunçudur. Əliyar Əliyev. Ya sabunçudur ya Razindir. Gedək sifarişimizi icra eləyək. Razinə tərəf. Burada bir yanda Xəzər Universiteti var. Bu tərəf dairəyə tərəf gedən yoldur. Qiymət 4.77. Müştəri sağ olsun 5 manat ödəniş ödədi. Növbəti sifarişimiz Abay Kunanbayeva. Sidmaya tərəf. Yalan olmasın bir 20 dəqiqədən çoxdur. Bəlkə də buradayam indi. Sifarişi bitirəndə sizə dəqiq deyərəm. Heç nə gedək. Müştərimizi götürək stansiya ərazindən. Sifarişimizi icra eləyək. Sonra baxarıq. Artıq saat 19:32-dir. Gəldi 7-ci mikrorayona. Qiymət 7 manat idi, ödəniş nağd idi. Memar Əcəmi. Günlərindən 6-cı, 7-ci dəfə düzü belə olur. Əvvəldə göstərdim sizə 4 dəfə olmuşdu. Ara sıra bəy razində olanda da belə elədi. İndi də belə eləyir. Məndə bu günləri çox eləyir. Ya mən çoxdan da işləmirəm, belə şeylərə çox fikir vermirdim. Bilmirəm, sizdə necədir? Daha bir sifariş gələ-gələ artıq götürürəm, sonra çəkiş yerə məcbur. Demək, Mala Praqaya gəlib sifariş, Babək prospektinə. Qiymət 8.80. Bilməm, nağd idi, yoxsa kart idi, desən nağd idi. Gəldik, çıxdıq Mala Praqaya. Yol üstü də deyildi, əlavə olaraq da getdim Qarayevə. Bankomatdan pul çıxartmalı idi deyə. Sırada təsəvvürlə 11-ci idi. Yəni, bilməm, bu günləri pensiyalar veriblər, maaşlar köçüb, nədir? Cəmaət arada kartdan niyə istifadə eləmir, mənə çatmır. Yəni, kartın keçmədiyi demək olar ki, yeri qalmayıb da, yəni. Hər yer kartdır da. Nə qədər vaxtım? 1 saat vaxtım getdi. 8.80 yazmışdı. 42 dəqiqə vaxtım getdi. Aslında bir 20 dəqiqəyə çatmışdım. Madina. Mala Praqaya çatırdım. Yəni 20-21 dəqiqə göstərirdi beys. Bir dənə bu şeyə görə avar olduq. Bankomata görə. O da ki 8.80 yazmışdı. 10 manat vermək fikri var idi. Dedim 10 manat nə əmələ gəlmir. Orada 13 manat ödəniş aldım. Belə indi növbəti sifarişimizi icra edək. Saat artıq 9-dur. Təxmini elə bilirəm bir 6 saatı keçib. 6 saat, 7 saat arası işə çıxmışıq. Bir də analiz eləyərəm, bəlkə 1 saatlıq fasilə verib davam eləyərəm, yoxsa ümumiyyətlə bəlkə işi bitirdim. İndi baxarıq, bu sifariş yaxınadır, bunu icra edək, sonra söhbət eləyərik. Gəldik demək Nizami rayon icra hakimiyyət tərəfdə 24-cü polis bölməsinin yanına. Müştərini düşürtdük. Ödəniş kartla idi gördüyünüz kimi. Əmsallar belədir. Şəhərin mərkəzində yüksək əmsal var. Böyük ehtimal ki bu 1.5, 1.6'dır. Yəqin ki get-gedə artacaq.
Demək bir saat yarım istirahat elədik, gəldik evə. İndi çıxıb işimizə davam edərik. Evet, gördüyünüz kimi sifariş gəldi. Əslində belə bir yaxın məsafəyə Yango daha çox yazacaqdı. Amma xətdən çıxdım çünki birinci Bolt verdi sifarişi. Qiymət 7.90 idi gördüyünüz kimi. İçinə gedək sifarişimizi icra eləyək. Görə qarşında göstərir. Məncə gecə saat 1-ə kimi iş olacaq. Çünki əmsallar yüksəkdir ərazidə. Demək gəldik Həzəslanova. Qiymət 6.70 idi. Müştəri kartdan kartı ödəniş ödədi. İndi daha bir sifariş gəlib. Əslində biri gəldi. Bilmədim nə oldu. İtdi yoxa çıxdı. İndi daha birisi gəlib. Gedək müştərimizi götürək. Açıq heç son ünvanı bilmədim. Harada. Gəldik demək. Təxminən elə o səhər İzmirdən Tbilisin kəsişməsinə tərəf göstərdiyim yerdə Saransk kazarmanın bu tərəfi Moskva market. Xətdən çıxdım çünki arası kəsilməyən sifarişlər gəlirdi. Daha belə olmayanı qədər. Nə qədər sifariş gəldisə çoxsunu imtina elədim. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bu 10 da sifariş 1 dəqiqənin içində gəldi də bəlkə də. İllər sonra axır ki mən 1.8 koeffisiyenti gördüm. Mən 1.8 koeffisiyenti səhv eləmirəmsə yeni ildə görmüşdüm. Prosta bayaqdan nəyə fikir verin? Baxın. Binəqədi, Xırdalan, Hökməli, Ramana, deyəsən gələk yoxlayam. Ekonomla komfortun yeri dəyişib deyəsən. Bura aradı, NZS aradı. 1.6 əmsalından. Sifarişlərin arası kəsilmir. Proqram özünə gəlməmiş. Bir digər sifariş atır. Sonra onu kimsə qəbul eləyir. Bu Bolt bunu deyəsən təzə çıxardıb. Bir sifarişi bir neçə adama göndərir. Qabaq var idi açığı, amma bu qədər də yox. Gələr gör hansı sifariş. Bax indi ən sonuncu saniyədə qəbul eləməyə çalışacağım. Xeyri yoxdur, dirənəcək. Nəsə, yeni yasamalı bir sifariş götürdüm. Gedək sifarişimizi icra eləyək. Gəldi yeni yasamalı, qiymət 5.80. Ödəniş kartla idi. Yavaş-yavaş əlbəttə ki iş azalır, əmsal düşür. Artıq saat 1-in yarısıdır. Mərkəzdə düzdür, iş olacaq. Məncə saat 2-in yarısına kimi. Amma buralarda bu yalancı əmsallardan toydan çıxıb da evinə də gedib. İndi biraz oradan maşın tapılmır deyə əmsal saxlayıblar. Amma əmsal uyğun heç sifariş də yoxdur. Vasimo ərazisində. Başlandı burada degradasiya getmək. Buradan Adil Məmmədova. İndi Adil Məmmədova da gəlib çıxaraq. Burada tüpük imiş.
Qardaş, bura bizi niyə salırdın bəs? Bilirsən ki, bura tupikdir. Yenə 2 dənə sifariş normal, üçüncüsü dəlixana. Bax, eyni mənzərə. Bax, bir dənə bu binanın giriş çıxışı var. Hardan girmisən? Yanında nə var? Yığır. Məlumatları yığır, adboy verir. 3 dəqiqə keçir, yenə yığır. Qaqa, sən hardasan? Deyirəm, vurduğun yerdə. Yanında nə var? Deyirəm, heç nə yoxdur da. 9 mərtəbədə bir də maşınlar. Deyirsən, maşınlar dedim, bir-bir sayım, marka modelin. Qaqa, sən binaya hardan girmisən? Zibil qabların yanından girmisən? Deyirəm, yox, binanın dimnisindən giriş çıxışı var ki. Deyir, 2 dənə. Dedim, 2 dənəsi onda adboy şeylə, sifarişi təzdən verir. 100% dedim, səhv vermişsən. Binanın bir dənə giriş çıxışı var. İndi bu öz aləmində o qədər beyin yoxdur axı bunda fikirləşdim ki, bu maşınla bir dənə girişdir də. Mən həmişə piyada gəzirəm. Piyada beyni ilə düşünməyim də. Yəqin ki, maşın bir dənə yerdən girib çıxır. Ay Allah. Deyirəm, qardaş, imtina ver də. Deyirsən, sifariş istəmirsən. Dedim, belə sifarişi nə edirəm mən? Səndən dedim, 5 dəqiqədə, 6 dəqiqədə elə buradayam. 3 dəfə səninlə danış. Nə var, 10 dəqiqə yol gedəcəm, 5 manat pul qazanacam. Sifarişi imtina elə, mən boş-boşuna vaxtımı alma. Yaxşı qaqa, yaxşı. Deyirsən, səhv gəlmişsən də. Deyirəm, mən səhv gəlməmişəm. Deyim, 99% taksi üzrdən səhv gəlmə ehtimalı yoxdur. Müştəri səhv sifariş verə bilər. Yəni, hamına bilən də navigatorla sürür, bilməyən də navigatorla sürür. Qardaş, navigator hara gətirir, biz də ora gəlirik. 2025-ci ildə, Allaha qurban olum. Nətər oldu? Bu ekonomi müştərisidir. Özü onu and içərəm ki, onun orada endirimi var. Gəlib ekonomin qiymətinə düşüb, götürüb komfort sağlayıb kişinin oğlu ki, bir dəfə də görək bu komfortda. Komfort nə olan şeydir? Və yaxud da ekonom olmayıb, komfort qalxıb yuxarı. Elə birinci onu verib. Allah'ın dostu. Birbaşa ya, yəni ağzını açır. Bilinir ki, bu ekonomi müştərisidir. Yəni o qədər ciddi fərq var da bunların aralarında. 90%'nin arasında. Allah Allah. Güclə 2 dənə müştəri işləyirsən, biraz səbir yığırsan, biraz belə sakit gəlib gedirsən, eləyirsən, başını dincəl edirsən, nə yaxşı. Şükür Allah, müştəri dayanmadı, nə müştəri danışmadı. Vaxtında gəldi, vaxtında oturdu, durdu, nə bilim, pulu, parası, yəni kartla istəyir sifariş versin, yəni sakitçilik olsun da qardaş. Burada sifarişin versin, burada da dursun. Vurduğu yerdə də düşsün də, yəni taksi şoförü nə istəyər? Biraz da çay boyun olsun və salam. İndi o da ki, nəqd sifarişlərdə demək olar ki, hamısında indi nəsə qalır da, 7-20 yazır, 7-50 yazır. Çıxarırlar 8 manat verirlər. Allah'a qurban olum, taksini o günə salıblar ki, taksinin qazancının demək olar ki, elə bir 30%-i çay boylardan ibarətdir. İşləmək olmur, Quranın olsun. Mənə deyir, siqnal ver. Deyirəm, saat 1'ə qalıb, dedim 20 dəqiqə. Məhəllənin içərisində gör nə qədər dedim burada var. Siqnal verim, cəmaat mənə söysün. Deyirəm, niyə söyür ki? Yəni, sən kimi adam söyləsə adam da özüm ölüm. Yəni, şəxsən sən söyləsə adamsın. Yoxsa istəyirdin ki, arada mən də söylüm. Məhəllənin içində durum, siqnal verim, Bespantovu kimi. Daha bir sifarişimiz gəldi. Səhvləmirəmsə Nərmanova tərəf. Kaktus tərəfdən. Yeni Yasamalı. Nərmanova. Saatimiz də artıq 1'ə qalıb. Gəldik, çatdıq Montinə. Ünvana çatmamış artıq. Bir sifariş vermişdi. Hesabınca yox qardaş, mən bura gedə bilmərəm. Burada komfortun nə işi var? Bura komfort vermişsən. Sən öləndən gör, ay Orxan. Demək, artıq yorğunçuluqdur, bir
15 dəqiqə olar. İstiqamət vurdum evə tərəf və ekonomu da açdım. Çoxlu sifarişlər verdi açığı. Dedim bəlkə bir yaxından birim verər. Hələ bunu imtina, onu imtina. Mən 10-cu ya 11-ci sifarişdə axır birini götürdüm. Qiymət 4.20, 5.40, 4.80 bu civarda yazırdı. İndi axır birini tapdım. 1.2 əmsalla Trump Tower'dan Məhsəti Gəncəviyə. Düz elə mənim yaşadığım küçəyə. Xəritədə tam dəqiq görmədim. İndi ola bilər lap belə bizim məhəllədə olsun. Çünki Bolt'un navigatorunda bizim məhəllə biraz ünvan olaraq başqa cür çıxır. Nəsə əl qərəz. Yaxınlaşaq, müştərini götürək. Qiymət ekonomla 6 manat 10 qəpik idi. Sifariş 1.2 əmsalla gəlib. Saatımız da artıq 2-yə qalıb 20 dəqiqə. Amma əmsal hələ də var idi. Yəni həm şəhərin bu tərəfində, həm də 8 tərəfdə niyəsə nə əcəbsiz sifarişlər var. Amma artıq sonluqdur. Saat çünki artıq demək olar 2-dir. Gedək sonuncu sifarişimizi icra edək. Daha sonra hesab kitab eləyərik və nə qədər getmişəm, kilometraj falan hamısını deyəcəm. Və sonda nə qədər qazandıq, nə qədər rasxod elədik və yekun qazancımız nə oldu, hamısını inşallah çəkib göstərəcəm. Və bu da sonuncu sifarişimiz. Endirim nə idi? 1 manat 20 qəpik, 6.10 idi. Qaqaş sağ olsun, ofisant idi. Yəqin binləri günü uğurlu keçib. 6 manat ödəniş ödədi. Demək, burada trip A, trip B hər ikisini yeniləmişdim. Trip B ilə getdiyim məsafə 135. Bir də burada trip A ilə getdiyim 179 çıx 134. 40 neçə. Korotçı bunların biri, indi bunu birazdan hesablayaram. Birazdan yanında sabahları videonu yəqin ki montaj edib qoyacağım. Trip A-nı yeniləmişdim ki bilim nə qədər şarjla gedə bildim. Təxminən səhvləməmsə 45 kilometr şarjla getmişdim. Qalan benzinlə. Sərfiyyatımız da 4 ilə hesablayacağım. Çünki gün boyu baxdım. Yəqin ki siz də videolarda ara sıra gördünüz. Yəni 3.6, 3.8-dən yuxarı qalxmayıb. Gördə ortalama ya 3.8 ya 4 litrlə bunu hesablayacağıq. Xətdən çıxaq. Proqramla təxmini işlədiyimizə baxarıq. Demək 30 manat 40 qəpik gecə 2-yə kimi işlədiyimdir. Bu da dünənləri işlədiyimdir. 79 manat 20 qəpik, 30 manat 40 qəpik də burada. Yəni 100 manatı keçdik, 110 manat təxminən. İndi çay boylu falan hamısını bir yerdə də hesablayarıq. Gəlin işlədiyimiz saatlara baxaq. 2 saat burada, 8 saat 4 dəqiqədə burada. Ümumi olaraq 10 saat 20 dəqiqə işlədik. Bu da əlbəttə ki videonun xətrinə idi. Artıq sifarişlər öldü. Belə saatlarımıza baxdıq. Faizlərimiz burada. İnşallah birazdan da hesab kitab eləyib tam açıq şəkildə qazancımızı göstərəcək. İzləmədə qalın. Demək gəldik
videonun hesabat bölümünə. Demək, yuxarıda gördükləriniz gedişlərimizdir. Ümumi olaraq 16-dan da gediş eləmişik. Bu niyə çevrildi? Bu yuxarıdakılar gördükləriniz gedişlərdir. Onun altında olanlar bəxşişlərimizdir. Onları ayrı-ayrı hesablayıram. Demək, ümumi olaraq 109 manat 60 qəpik işlədik və 3 manat 30 qəpik də bəxşişimiz oldu. Və buradan biz çıxırıq 27 manat 40 qəpik hesablanır 109.60-ın faizi 25 faizi. Boltda bilirsiniz ki faizlər 25'dir. 27 manat 40 qəpik. Və buradan da bizim benzinə və eynən o qədər də amortisasiya xərclərini hesablayırıq. Yəni 8 manat 60 qəpik məndə benzinə çıxdı. Ən minimuma mən hesablayıram hələ amortisasiya. Çünki hələ mənim kilometraj daha çox gedir, amma yanacaq sərfiyyatı bu maşınlarda maşallah olsun yaxşıdır. 134 kilometr yol getmişik. Burada 1 manat yadımızdan çıxıb. 1 manat da bizim elektrika verdiğimizde sonunda burada 67 olacaq. 1 manat elektrika verdiğimizde çünkü 134 kilometr və təxminən 45 kilometrdə əlavə olaraq tokla sürmüşdüm. Ümumi olaraq da vaxtımız getdi bütün sifarişlərə 10 saat 20 dəqiqə. Gediş sayımız oldu 16 və qazancımız sonumuzda 67 manat eləyək. 67 manat 30 qəpik oldu. Bu da təxminən saatına 6-7 manat arası gəlir düşür. Amma yenə də deyirəm, bu 1 iyun idi, bu bayram günü idi. Əmsal böyük də olmasa var idi. Yəni sonda 1-2 dənə yerdə böyük əmsallar oldu, amma gün ərzində gördüyünüz kimi 1.20, 1.2, 1.3 əmsal vardı. Yəni ondan çox değildi. Belə qazancımız bu qədər, amma soruşanlar olur ki, təxminən nə qədər qazanmaq olur? Təxminən, amma normalda bu rəqəm 6-7 manat arası yox, 4-5 manat arası olur əmsal olmalı hallarda. Çünki əmsal olsa da belə həmən vaxtda daha az gediş sayılamaq olur. Yəni saatına heç 2 dənə gediş düşmür. 10 saat 20 dəqiqə, yəni yarım saata 2 dənə gediş eləyəndə bu gediş sayısı sonrası 20 dənə olur. Mən onu da eləyə bilmədim. Yəni tıxaclar olur. Yəni tıxaclar çoxalıb deyə gün-gündən saat hesabına düşən gediş sayıları da daha da azalır. Belə statistikamızı da sizə göstərirəm, bəzən göstərirəm. Bir ara yaxşı idi. İndi bu dövr görürsünüz burada yuxarı qalxan dövrlərdə gediş sayılarımız, həm baxış saatlarımız, həm də abunə olanların sayıları yaxşı idi. Əlbəttə ki, yəni görürsünüz bütün baxış sayı həm saata, həm abunə olanların sayına, həm də gəlirə böyük təsir eləyir. Bu arada da təbrik eləyə bilərsiniz. 10.000 abunəni keçdik, şükür Allah. İndi inşallah 20.000 olmaq ümidi ilə. Hədəfimiz də 100.000'dir. Vaxt olmurdu. Neçə vaxtda da biraz xəstələnmişdim. İndi də bəlkə səsimdən hiss edirsiniz, biraz xəstəyəm deyə montajı gecələdim. Ona görə də 1 iyunun videosu gəlib sizə 6 iyunda gəlib çatıb 5 gündən sonra. Belə bu videomuzdan da bu qədər. Zəhmət olmasa rəylərdə də keçən dəfə video çəkmişdim. Bu demək Çanqanla bağlı bu gördüyünüz sonuncu videomuz idi. Danışır taksi sürücüsü, yəni podkast tipli video üçün. Yenə də istənilən bir Çin maşını olsun, istənilən bir digər maşınlar olsun, fərqi yoxdur. Zəhmət olmasa yazın 30 manat ödəniş ödəyirəm. İstər Çin maşını, istər qeyri-Çin maşını, hansı ki bizim demək kanalımızda yoxdur. Baxın, indi sizə göstərim burada hansı maşınlar olub bizdə.
Yəni ondan başqa bütün maşınlar yaza bilər. Baxın, bu Çangan Uniway'dir. A06 olsa plug-in hibrid, onu çəkə bilərəm, problem yoxdur, təkrar. Malibu olub, 2017 Corolla olub, servis. Cobalt olub, qazla işləyən. Ford olub, Fusion. Mercedes olub, E-Class. BMW F10 çəkilişi olub. Chevrolet Bolt elektrik maşınıdır. Elektrik maşınlarından olsa 40 manatlap ödənişi ödəyərəm. Problem yoxdur. Demək, burada Kia maşını olub. Kia Ceed. Orxanla videomuz olub. Toyota Prius 20 Kuza. Bu qardaşla da olub. O da 20 Kuza Priusuydu. Nexia olub. 758.070 maşın. Ramin qardaşdır. Ramin indi Cobalt sürür. Və ilk videomuz da olub. Kia Sportage'in dizeli ilə bağlı. Yəni burada çox da dərin maşın haqqında danışmırıq. Maşın haqqında ümumi məlumatları veririk. Yəni çətin bir video deyil. Qoşulun siz də çəkilək. Həm insanlarımıza faydalı olsun, həm də kanalımıza bir fayda qatmış olarsınız. Rəylərdə gözləyirəm. Kim hansı maşından çəkilişə qoşulmaq istəyirsə, rəylərdə yazın. Ödənişi ödəyəcəm. Çünki vaxt itirirsiniz. Ən azı bir 40 dəqiqə, 1 saat vaxtımız gedir çəkilişə ümumi. Onun ödənişini mən sizə onun əvəzin ödəyirəm. Belə, bu videomuzdan da bu qədər. Özünüzə yaxşı baxın. İnşallah gələn videolarda səslənərik. Sağ olun.